Salam, bugünkü təhlilimizə xoş gəlmisiniz. Biz adətən mürəkkəb mövzuları sadələşdirməyi çox sevirik və inanın ki, bugünkü mövzumuz da istisna deyil. Bugün duanın həm teologiyasını, həm də onun tamamilə praktiki mexanizmini 3 tarixi müqəddəs kitab obrazı vasitəsilə dərindən təhlil edən inanılmaz maraqlı bir mənbəni incələyəcəyik. İstər bu mövzularla artıq yaxından tanış olun, istərsə də qədim mətnlərin mənəvi vərdişlərimizi necə formalaşdırdığı sizə sadəcə maraqlı gəlsin, bu mənbədən götürə biləcəyiniz çox böyük və həyata tətbiq edilə bilən dərslər var. Gəlin başlayaq. Elə isə gəlin mənbənin təqdim etdiyi çox sadə, lakin sarsıdıcı bir analogiya ilə işə başlayaq. Bir anlıq təsəvvür edin ki, ən yaxın dostunuzla və ya həyat yoldaşınızla günlərlə, hətta həftələrlə danışmırsınız. Heç bir ünsiyyət yoxdur. Nə baş verər? Çox sadə. Tezliklə o münasibət pozular. Araya soyuqluq və məsafə girər. Mətnin elə ən əsas vurğuladığı məqam da məhz budur. Dua sadəcə yerinə yetirilməli olan quru bir dini ritual deyil, bir münasibəti yaşatmaqla bağlıdır. Çünki eyni ilə evlilikdə olduğu kimi davamlı səssizlik ancaq uzaqlaşmağa gətirib çıxarar. Mənbənin bu mənəvi vərdişə olan baxış bucağını tamamlamaq üçün bugün təhlilimizi 5 əsas hissəyə böləcəyik. Duanın gücü, Danielin sadiqliyi, Xanukun davamlı ünsiyyəti, Musanın başqaları üçün vəsatətçiliyi və nəhayət Allaha açılan ürək. Beləliklə birinci hissə. Duanın gücü və əhəmiyyəti, yəni bu ruhani vərdişin əsl təməli. Mənbə ən başdan qəti şəkildə bildirir ki, dua imanlıların öz inancından uzaqlaşmasının qarşısını alan mütləq və gündəlik bir ehtiyacdır. Bu sadəcə bir seçim deyil, bir zərurətdir. İndi isə keçirik ikinci hissəmizə. Danielin sadiqliyi, yəni təzyiq altında olanda belə davamlılığı qoruya bilmək. Bizim ilk tarixi şəxsiyyətimiz inanılmaz hikmətli və hər şeyə rəğmən sarsılmayan iradəsi ilə tanınan Danieldir. Mətn Danielin necə bir dəmir nizam-intizama sahib olduğunu xüsusilə vurğulayır. Fikir verin, söhbət yüksək vəzifəli, məşğul bir dövlət xadimindən gedir. Amma o, gündə 3 dəfə dua etməyi özünə sarsılmaz bir vərdiş etmişdi. Hətta padşah onu birbaşa ölümə məhkum edə biləcək o məşhur fərmanı verəndə belə Daniel neynədi? Gizləndi? Xeyr. O, pəncərələri açıq qoyub, Yeruşalimə tərəf baxaraq Allaha şükür və yalvarışlarına davam etdi. Yəni, həyatı sözün əsl mənasında təhlükədə olanda belə onun Allahla ünsiyyət rutini zərrə qədər də dəyişmədi. Dua həqiqətən diqqət çəkicidir. Mənbə sadəcə duanın sözlərini yox, həm də bədənimizin duruşunu, fiziki mövqeyləri təhlil edir. Baxın, ayaq üstə durmaq, oturmaq və ya tamamilə üz üstə uzanmaq, bunların hamısı müqəddəs kitabda qəbul olunan təcrübələrdir. Lakin diz çökməyin çox xüsusi bir çəkisi var. Mətn qeyd edir ki, diz çökmək sadəcə təvəzzükarlıq göstəricisi deyil. Bu əslində qaranlıq güclərə qarşı fiziki bir bəyanət verməkdir ki, bəli, mən tamamilə Allaha təslim olmuşam. Gəlin buradan 3-cü hissəmizə, Xanuka keçək. Xanuk bizə duanı fəal, qaynayan bir həyata necə inteqrasiya etməyi öyrədir. Mənbə qeyd edir ki, Xanuk düz 300 il boyunca Allahla davamlı olaraq gəzmiş bir şəxsdir. Bilirsiniz, bəzən elə düşünürük ki, Allaha tam yaxın olmaq üçün hər şeyi atıb dağlara çəkilməli, tənha bir rahib kimi yaşamalıyıq. Lakin mənbə məhz bu mifi qırır. Allah bizdən cəmiyyətdən təcrid olunmağımızı istəmir. Xanuk özü çox fəal, insanlara xidmət edən, olduqca məşğul bir həyat sürürdü. Amma sir nədə idi? O, bu intensiv iş gücün içində daima ilahi ünsiyyət üçün tənhalığa da vaxt tapırdı. Xanuk bizə göstərir ki, həyatın lap mərkəzində, o səs-küyün içində belə
sakit və fasiləsiz bir dua həyatı qurmaq tamamilə mümkündür. Diqqəti cəmləmə ilə bağlı mətnin çox sadə, amma bir o qədər də praktik bir məsləhəti var. Heç səssizcə dua edərkən fikrinizin başqa yerlərə getdiyini, cümlələrinizin yarımçıq qaldığını hiss etmisiniz? Əminəm ki, çoxumuz bunu yaşamışıq. Mətn deyir ki, səssiz dua gözəldir. Amma dualarımızı hətta sakit bir pıçıltı ilə olsa belə səsli şəkildə ifadə etmək beynimiz üçün bir növ lövbər rolunu oynayır. Səs Allahın huzurunun reallığını səmtləşdirir, diqqətimizi dağılmağa qoymur və konkret nə istədiyimizi aydınlaşdırır. Dördüncü hissəmiz Musa və başqaları üçün vəsatət. Artıq diqqətimizi üçüncü obrazımıza yönəldirik. Bu dəfə mənbə fokusunu insanın öz şəxsi imtiyazından çıxaraq tamamilə başqalarının xeyrinə edilən dua, yəni vəsatət konseptinə cəmləyir. Təsəvvür edin, Musanın ilahi ilə sözün əsl mənasında çox xüsusi, çox yaxın bir münasibəti var idi. Bəs o bu xüsusi giriş imkanından necə istifadə edirdi? Qorxuya düşən İsraillilər Allahdan uzaqlaşıb Musadan xahiş edəndə ki, sən bizim adımızdan danış. Musa öz vaxtını və enerjisini sırf xalqı üçün yalvarmağa həsr etdi. O, malik olduğu bu yaxınlığından özü üçün deyil, tamamilə başqalarını müdafiə etmək üçün istifadə etdi. Musanın başqaları üçün necə böyük bir vəsatətçi olduğunu sübut edən mükəmməl nümunələr var. O, Qızıl Dana heykəli fəlakətində qardaşı Harunun həyatı üçün kəskin susuzluq və üsyan zamanı İsraillər üçün Allahın qarşısına çıxdı. Amma ən təsirlisi bacısı Məryəmlə olan hadisədir. Məryəm ona xəyanət edib, qısqanclıqla qarşı çıxanda belə Musa geri çəkilib, qoy cəzasını çəksin demədi. O heç tərəddüd etmədən bacısının sağalması üçün dua etdi. Bu dualar vasitəsilə mənfi hissləri aşmağın, radikal bağışlamağın ən zirvə nöqtəsidir. Mənbə Musanın bu qeyri-adi təcrübəsindən bizim üçün xüsusi dərslər çıxarır. Musa cəsarətli idi. Çünki o, Allaha qədim vədlərini xatırladırdı. Lakin burada öyrənməli olduğumuz bəlkə də ən böyük həqiqət budur. Allaha nə qədər yaxın olsanız belə, bu istədiyiniz hər şeyi dərhal əldə edəcəyinizə zəmanət vermir. Musa dualarına həm bəli, həm də xeyir cavabları eşitməyi və Yaradanın qərarına sonuna qədər güvənməyi öyrənmişdi. Və beləliklə gəlirik sonuncu, 5-ci hissəyə. Allaha açılan ürək. Burada mənbə konkret obrazların davranışlarından biraz uzaqlaşaraq bizi duanın arxasında duran o dərin, təsəlli verici teoloji tərəfə aparır. Mənbənin müəllifi bizim hədəfləməli olduğumuz ruhani vəziyyəti çox gözəl bir metafora ilə ümumiləşdirir. O deyir ki, dua bizim üçün o qədər təbii, o qədər refleksiv bir hala gəlməlidir ki, hər hansı sınaqla üzləşəndə düşünmədən üzümüzü Allaha tutaq. Necə ki bir çiçək yaşamaq üçün günəş işığına doğru boylanır, eynilə bizim düşüncələrimiz də heç bir güc tətbiq etmədən asanlıqla Allaha tərəf dönməlidir. Sonra isə mətn oxucunu çox möhtəşəm bir reallıqla sakitləşdirir. Bir tərəfdə bütün kainatı idarə edən sonsuz bir güc var. Amma digər tərəfdən sizin ən xırda, ən daxili narahatlığınız belə onun diqqətindən kənarda qalmır. Yəni, mənim dərdim nədir ki, Allah bununla maraqlansın deyə bir şey yoxdur. Mənbə bizi əmin edir ki, hər birimizə göstərilən bu qayğı elə fərdiləşdirilmişdir ki, sanki yer üzündə ancaq və ancaq biz varıq. Bugünkü mənəvi təhlilimizi yekunlaşdırarkən bu iki düşündürücü sualı sizin ixtiyarınıza buraxıram. Öz gündəlik rutininizə baxın. Dua sizin üçün sadəcə quru bir borc, ağır bir yükdür, yoxsa təbii və gözəl bir münasibətdir? Və ən əsası, hansı obraz sizə daha çox oxşuyur? Sarsılmaz Daniel, həyatın səs-küyündə Allahı tapan Xanok, yoxsa durmadan başqaları üçün vəsatət edən Musa? Bu barədə düşünün. Dinlədiyiniz üçün təşəkkür edirəm.